Bismillahirrahmanirrahim. Ürəkləri möhürləmək. Quranın bir sıra ayələrində azğınlaşmış insanlardan haqqı nahaqqdan ayırt edə bilmək bacarığının alınması, ürəyin möhürlənməsi ifadəsi ilə əks edilmişdir. Bu ərəb dilində xətm, bəzi hallarda isə təb və ya rəyin sözləri ilə ifadə edilmişdir. Möhürlənmək sözü ondan irəli gəlmişdir ki, insanlar adət-ənənələrinə görə hər hansı bir əşyanı və ya məktubu bir qaba, paçada qoyduqda kimsə onu açmasın deyə ağzını bağlayıb möhür vururlar. İndi bu adət davam edir. Xüsusilə də daşınmaz əmlakın reisləri zamanı və ya notariat kontrollarında yaxud poçtlarda sənədləri bir qovluqda toplayıb qovluğu möhürləyirlər ki, sənədlərdə hər hansı bir dəyişiklik edildikdə məlum olsun. Qədim dövrlərdə şahlar kiməsə mükafat göndərdikdə pul kisələrini öz şəxsi möhürləri ilə möhürləyirlərmiş. Bu ondan irəli gəlirdi ki, kimsə ki sənin ağzını açsa puldan götürə bilməsin. Ərəb dilində bu feil xətm sözü ilə ifadə edilmişdi. Lakin bu söz azğınlıqlarında israrlı olan imansız şəxslərə aiddir. Onlar öz küfürlərində o qədər inadkar olurlar ki, haqqı qəbul etmək qeyri-mümkün olur. Sanki qəlbləri möhürlənir. Təb feili də eyni mənanı çatdırır. Rəyin sözü isə qiymətli əşyaların üzərinə oturan toz torpağa pasa deyilir. Quranda bəzi insanların həddən artıq günah etməsi nəticəsində qəlblərinin paslanması barədə məhz bu ifadə istifadə edilmişdir. Xeyr, düşündüyünüz kimi deyil, əməlləri pas kimi qəlblərini örtüb. Mutaffifin surəsi 14-cü ayə. İnsan diqqət yetirməlidir ki, əgər günah edərsə, qısa zaman ərzində tövbə edib yaxşı işlər görərək onu aradan qaldırsın. İmkan verməməlidir ki, günahlar üst-üstə toplaşaraq ürəyini paslandırsın. İmam Baqir əleyhissalam hədislərindən birində belə buyurmuşdu. Hər bir möminin qəlbində ağ bir nöqtə vardır. Günah etdikdə həmin nöqtənin üzərinə bir qaraltı yaranır. Tövbə etməklə həmin qaraltı aradan gedir. Yox, əgər tövbə etməyib günaha davam edərsə, həmin qaraltı tədricən böyüyüb ağ nöqtənin üzünü tamamilə örtür. Ağ nöqtə tamamilə örtüldükdən sonra həmin qəlbin sahibi daha heç vaxt səadətə çatmaz. Allah-u Teala'nın xeyr, düşündüyünüz kimi deyil, əməlləri pas kimi qəlblərini örtür deyə buyurduğu da məhz budur. Biharul Envar, cild 70, səhifə 332. Quranda qəlb dedikdə nə başa düşülür? Nə üçün Quranda həqiqətləri dərk edilməsi qəlbə, ürəyə aid edilmişdir? Axı ürək dərk ediləsi məsələlərə xas olan bir şey deyil. O sadəcə qan dövranını təmin edən bir orqandır. Buna cavab olaraq qeyd etməliyik ki, Quranda qəlb sözü bir neçə mənada nəzərdə tutulmuşdur. Ağıl və dərk etmək bacarığı mənasında Qaf surəsinin 37-ci ayəsində deyilir. Bunda ağlı olan kimsə üçün xatırlatma və ibrət vardır. Əhzab surəsinin 10-cu ayəsində ruh və can mənasında deyilir. O vaxt gözlər qorxudan bərəlmiş, ürəklər ağza gəlmişdi. Daxili hisslər mərkəzi mənasında Ənfal surəsinin 12-ci ayəsində deyilir. Mən kafirlərin ürəklərinə qorxu salacağam. Başqa bir ayədə deyilir. Allahın mərhəməti səbəbilə sən onlara qarşı mülayim davrandın. Əgər qaba və daşürəkli olsaydın, ətrafından dağılışıb gedərdilər. Ali İmran surəsi 159-cu ayə. Bu məsələyə bir qədər aydınlıq gətirmək üçün qeyd etməliyik ki, insanda iki güclü mərkəz vardır. Bunlardan biri dərk etmə mərkəzi, digəri isə hisslər mərkəzidir. Dərk etmə mərkəzi beyin və sinir sistemidir. Hər hansı düşündürüləsi bir işlə qarşılaşdıqda onun barəsində düşünür, onu təhlil edirik. Hissiyyat mərkəzi isə bədənin sol tərəfində yerləşən üzvdür. İnsanın hissləri ilə bağlı məsələlər ilk olaraq ona təsir edir. Hər hansı bir müsibətlə üzləşdikdə ilk öncə ürəyimizlə onun acısını yaşayırıq. Sevindirici bir halla qarşılaşdıqda məhz ürəyimizlə sevinirik. Diqqət edin, dərk etmə və hisslər bilavasitə insanın ruhu ilə əlaqədar olsa da, onun insanın cismində büruzə verdiyi nəticələr müxtəlif olur. Dərk etmənin ilk nəticəsi özünü beyin sistemində göstərir. Sevgi, ədavət, qorxu, arxayınlıq, sevinç, kədər kimi hisslərin nəticəsi isə özünü ürəkdə büruzə verir. Bu hallardan hər hansı biri baş verdikdə, onun təsiri çox açıq şəkildə hiss olunur. Deyilənlərdən belə nəticəyə gəlirik ki, Quranda hissiyatla bağlı məsələlər bədən üzvü olan ürəyə, düşüncə və dərk etmə ilə bağlı məsələlər isə ağıl, beyin mənasındakı ürəyə aid edilir. Bundan əlavə, orqan olan ürək insanın həyatında olduqca mühüm rol oynayır. Onun bir anlıq fəaliyyətinin dayandırması insan həyatının sonu deməkdir. Belə olan halda həm dərk etmə, həm də hiss etmə fəaliyyətinin ona aid edilməsinin heç bir maniyəsi yoxdur. Nə üçün qəlb və bəsər sözləri cəmdə, səmu sözü isə təkdə verilmişdi?
Quranın bir çox ayələrində olduğu kimi, bu ayədə də qəlb və bəsər sözləri cəmdə, müvafiq olaraq qılıb və əbsar kimi. Səmu sözü isə Quranda işlədildiyi hər yerdə təkdə verilmişdi. Çünki qəlb və bəsər sözləri bir çox ayələrdə cəm şəkildə verildiyi kimi təkdə də verilmişdi. Məsələn, Cəsiyə surəsinin 23-cü ayəsində deyilir: Allah əzəli elmi sayəsində onun qulağını və qəlbini möhürləyib, gözünə də pərdi çəkib. Böyük alim mərhum Şeyx Tusi Tibyan təfsirində tanınmış ərəb dilçilərindən belə nəql etmişdi. Səmu sözünün təkdə verilməsi aşağıdakı iki səbəbdən biri ilə əlaqədardır. Birincisi odur ki, bu söz bəzi vaxtlar toplu isim mənasında işlədilir. Belə olan halda daha onu cəmdə verməyə ehtiyac qalmır. İkincisi isə odur ki, bu söz bəzi vaxtlar məsdər mənasını verir və məsdər təkliyə və ya çoxluğa dəlalət etmək baxımından bərabərdir. Buna görə də onun cəmdə verilməsinə lüzum qalmır. Qəlb və bəsər sözlərinin cəmdə, səmu sözünün isə təkdə verilməsinin digər elmi səbəblə də əlaqələndirmək olar. O da budur ki, insanın qəlbən hiss edib gözlə görə bildikləri, eşitdikləri ilə müqayisədə həddən artıq çoxdur. Buna görə də qəlb və bəsər sözləri cəmdə, səmu sözü isə təkdə verilmişdi. Fizika elmində də sübut edilmişdi ki, səs dalğaları nisbətən məhdud sayda eşidilmək qabiliyyətinə malikdir və bir neçə 10 mindən artıq deyil. Halbuki gözlə görülə biləcək işıq və rənglərin dalğaları milyonlardan da artıqdır. Əgər sən də Quranı dərk edərək oxumaq istəyirsənsə, abunə ol və birlikdə öyrənək.